Mən də bu bayrağı bax belə deyim. Bax mən bu bayrağı belə deyim. Bu sizin əziz, sevimli bayrağınız. Mənim baxılmayan şikayətlərimə görə, gələnə görə. Alın, bu da bayrağınız. Alın, bayraq. Bu da sizə bayraq. Bu da sizə bayraq. Bilmirəm xanım kimdir. Amma onu bilirəm ki, insanlara olan nifrətini o Azərbaycanın üç rəngli bayrağından çıxdı. Çıxılmaz vəziyyətdə sənə olan təhdidlərdən, tənqidlərdən bezəndə, sənə olan sözlərin ağırlığı altında əziləndə bayrağa əl uzadanlar və bayrağı cırmaqla öz heyflərini çıxan adamlar heç vaxt Azərbaycan vətəndaşı ola bilməzsiniz. Bayraq mənliyimdir, bayraq kimliyimdir, əbəs yeri deyilmir. Bayraq bizik, bayraq Azərbaycandır. Bayraq Azərbaycan xalqıdır, bayraq Azərbaycan millətidir. Əgər siz danışdığınız sözlərdən sonra sizin üzərinizə gələn müəyyən bir insan kütləsinin qarşısında dayana bilmirsinizsə, bununla bağlı aidiyyatı qurumlara müraciət etmişsiniz. Məsələn, sizin müraciətinizə baxmırlarsa, heyfinizi Azərbaycan bayrağından çıxa bilməzsiniz. Azərbaycan bayrağına toxunan ən sərt şəkildə tənqid eləyərəm. Hələ üzərindəki şəhid qanıdır demirəm ha. Hələ şəhidlərlə bağlı məsələyə toxunmuram burada. Ümumiyyətlə, Azərbaycanı tanıdan bayraqdan, milləti tanıdan bayraqdan, dövləti tanıdan bayraqdan danışıram. Çirkin sözlərinizi bayrağı doğrayaraq deməyim. Əsəbinizi, hirsinizi, emosiyanızı bu bayrağı doğrayaraq çıxın. Gücünüzü bayraq üzərində sərgiləməyin. Məmura sözünüz var, məmurun adını çəkin, sözünüzü deyin. Sizin nə işiniz var Azərbaycan bayrağı ilə? Erməni də Azərbaycan bayrağını atsın, ayağının altına tapdalasın, Azərbaycan bayrağını yandırsın, doğrasın. Bizimkilər də burada eləsin. Fərqimiz nə oldu soruşacağım, amma çox utanıram bunu da soruşmaqdan. Hansı məmur işinizə baxmır? Hansı məmur sizi saymır vətəndaş olaraq, qəbul etmirsə, adını, soyadını çəkin. Nə bilim, şəklini qoyun, üzərindən danışın. Sizin Azərbaycan bayrağı ilə nə işiniz var? Əski parçası, əski parçası. Əski parçası dediyiniz uğrunda 20 minə yaxın şəhid vermişik. Özümüz özümüzə düşmən olmayaq. Bayrağımıza dil uzatmayın. Ayıbdır, çox ayıbdır. Düşməni güldürməyin. Nə də ki, sevindirməyin.